Salam dostlar, bu dərsimizdə mod funksiyasını izah edəcəm. Baxın, yazılışı bu şəkildədir mod funksiyası. İzah eləmək üçün baxaq, bizə ilk növbədə hansı baza biliklər lazımdır. Təbii ki, burada dediklərimizi çox güman ki, böyük əksəriyyət biləcək. Yenə də hər ehtimala qarşı bütün istifadəçi kateqoriyasını nəzərə alaraq mən izah eləməyə çalışıram. Baxın, yeni bir cədvəl yaradıram. Daha doğrusu yeni bir şəkil yaradaq. Deyək ki, belə bizim bir bölmə əməliyyatımız var. Bizə bölmə əməliyyatı necədir? Bizə lazımdır ki, 30 ədədini 7-yə böləndə qalıqda neçə olur, onu tapaq. Baxın, birinci 30-u 7-yə bölmək üçün elə bir ədəd tapmalıyıq ki, qismətdə onu 7-yə vuranda 30-a yaxın olan maksimum bir ədəd alınsın. Yəni 30-u 7-yə bölündə 4 olur. Yazıram 4. Yəni 4-ü 7-yə vurdum 28. Yazıram bunu 28-in aşağı hissəsində 28. Və bunlar arasındakı fərqi tapsam əgər, deyək ki, burada yazaq fərq. Bunlar arasında fərq neçə eləyər? 2 edər. Aha, 30 çıx 28, burada da yazıram, qalıqda 2 alındı. 2. Deməli, məntiq necə oldu burada? 30-u 7-yə böldük, qismətdə 4 alındı və qalıqda 2 alındı. Bizə lazımdır ki, bu 2-ni tapaq. Və bunu Excel vasitəsilə necə ediriksə, o haqda danışaq. Baxın, gəlirəm Excel-ə, yazıram, bölünən bizdə 30-dur, bölən 7-dir. Bizə lazımdır ki, bax, qalığı tapaq. Qalığı tapmaq üçün bərabərdir, mod yazıram, tab işarəsini tıklayıram, baxın, tab və ya bərabərdir, mod yazıb, üzərini 2 dəfə tıklayıb, FX-ə daxil ola bilərəm. Yəni, hər biri eyni yerə gedib çıxır. Baxın, belə bir menyu açılır. 30-u 7-yə bölünəndə qalıqlı neçə lazımdırsa onu tapmaq lazımdır. Deməli, bizdə number hissəsində bu bölünəni ifadə edir. Yəni, bizim bölünənimiz nədirsə bura yazacağıq. Baxın, bizdə bölünən 30 olduğuna görə yazdım bura. Divisor böləndir. Yəni, hansı ədədə bölürüksə odur. Ona görə 7-ni yazdıq. Yəni, 30-un 7-yə bölünməsindən alınan qalıq neçədirsə onu tapırıq. Və OK-yə tıklayın, baxın, qalıqda 2 yazdı. Həqiqətən də bu şəkillə yoxlasaq, qalıqda 2 olduğunu görmüş olarıq. Və test üçün rəqəmlərimizi dəyişək. Baxın, 55-in 7-yə bölünməsindən alınan qalığı tapaq. Həqiqətən də 7 dəfə 7-nin 49, qalıqda 6 alınır. Aydındır. İnşallah növbəti dərsimizdə qismət necə tapılırsa, o haqda danışacağım. Növbəti dərslərdə görüşənədək.